Detonasiyada Deta Talk. Bugünkü qonağım hər kəsin Dilafruz obrazı ilə tanıdığı qaxlı aktyor İbrahim Paşayev. Xoş gəlmisiniz İbrahim bəy. Xoş gördük. Niyə məhz aktyor oldunuz? Əslində mənim aktyor olmağım heç bəlkə mən təsəvvür eləməzdim ki, mən gəlib aktyor olacağam. Təsadüfən səhnəyə çıxmaqla başladı. Hələ də səhnədəyəm. Yəni bu işin belə deyim də çalışıram ki, daha da günü-gündən inkişaf elətdirim, öz üzərimdə işləyirəm. Təsadüf nəticəsində, yəni belə deyim ki, mən uşaqlıqdan istəmişəm aktyor olum, yox belə bir şey olmayıb. İlk dəfə məni 6 yaşımda səhnəyə çıxarıblar. Onda da mahnı oxumuşdum. Mahsun Qırmızıgülün Sevdalıyım mahnısını oxumuşam ki, mən 6 yaşımda niyə o mahnı oxumuşam, hələ də öz-özümə fikirləşib tapmadım. Mahnı özü seçmişdiniz yoxsa? Yox, onda qardaşım seçmişdi ki, bunu oxuyasın. Çıxdım tədbir idi, nəsə yadıma gəlmir. 6 yaşım, 98-ci ildə. Elə idi də. Sevdalım oxudum belə. Sonra gəldim evə dedim, mən ümumiyyətlə sən o vaxt bu qardaşım böyükdü məndən. Qardaşım əslində belə biraz yazı pozu ssenarist kimi işləyirdi. Bizim KVN komandamız var idi, onun kapitan komandası idi. Elə o elə ora bir dəfə səhnəyə çıxdım, sonra ikinci dəfə gəldilər ki, məktəblər arası festival var, KVN festival, rayon daxili. Onda boyum çox balaca idi. Amma boyum balaca idi, həmişə də sinifdə arxa partalarda otururdum da. Girdilər müəllimlər ki, hə, salam, короче, məktəblər arası festival var. Komandaya uşaq seçirik. Hə, onda qardaşım məktəb qurtarmışdı. Belə baxdı, hə, İbrahimi yaz dedi, o qardaşı ilə o işin içində. Dedim, yox, mən istəmirəm, qardaş, xoşum. Ay, evdə qırğın dava, demək ki, mən niyə zorla, mən işləmirəm də, yox, çıxasın. Elə çıxdım, qismətdən orada neçə 5 məktəb idi. Arası bir 30-40 nəfərdə iştirakçı var idi komandalarda. Onda jüri heyəti indiki bu komediyaxanadakı Ənvər var idi, sonra Valih müəllim var idi, sonra Faliz müəllim var idi. Yəni hal-hazırda televiziyadakı tanınan insanlardır. Jüri heyəti olaydı. Onda boyum ən balaca mən idim belə sıralamada. Orada ən seçiləni sən idin. Ən balaca mən durdu Valih idi, yoxsa Faliz müəllim idi, səhv eləmirəmsə. Durdu, yaxşıdır, qalxdı belə bir şey falan filan, istedadlı uşaqlar. Amma dedi, mən ən yaxşı aktyorun nominasiyasında burada bir dənə uşaq var dedi. Hani balaca gəl elə. Mənmi? Bir dənə sən. Hələ orada da istəməyə çıxıb ən yaxşı aktyoru aldım. Ondan sonra demək, yəqin ki, məndə nəsə var ki, bu ən yaxşı aktyoru verdilər. Sonra ən templi komanda, hazır cavab komanda aldıq. İkinci yerə çıxdıq, amma 3-4 dənə biz orada nominasiya aldıq da. Orada nə azam səhnəci? Səhnəcilər də KVN festivalı idi. Xırda səhnəcilər, şutkalar oynayırdıq. Sonra ondan sonra 2008-ci ildə Bakıda belə deyək də festival universitetlər arası. Sadəcə olaraq o festivalın rejissoru bizim qaxlı hal-hazırda Space televiziyasında çalışır. Vüsal Hacıqədir ilə bəlkə tanısında hal-hazırda məktəb serialı gedir, onun rejissorudur. O bizi dəvət eləmişdi. 21 komandanın 19 universitetlər idi. Bir biz idik Qaxdan. Bir də Lənkərandan komanda var idi. Yəni oradakı uşaqlar da hal-hazırda onlar da üzdə olan adamlardı. Əlxan Rəcəbovdur, Erkin Ergindir, Kənan Yusifovdur. Bir çoxlar. Biz onlarla bir yerdə onda məktəbdə oxuyurduq. 9-da neçədəsə oxuyurdum. Hə. Ora getdik. Orada da hamı bizə biraz üstdən aşağı baxırdı ki, KVN işçilər əslində bir-birinə zarafatı eləyəndə gərək güclü KVN işçisənsə, atvetvi zarafatla qaytara bilsənsə, hə, qaytar. Amma sonra belə kobud şəkildə yoxdur ki, bizdən çox vaxt məzələnirlər ki, qalxdan 450 kilometr, sizə biraz gec çatacaq, bəlkə. Belə məzələnirlər bizdən. Bizə deyildi, yaxşı, biz səhnədə sizə deyərik. Vəbşətə gözləmirdik ki, biz o boyda adam gələr. Ümumiyyətlə, orada çünki bilet satışı məsələsi edir ki, universitetlərə bölünürdü. Zal, məsələn, 500 nəfərdirsə, hər universitet üçün. Sizə qalxdan kim gələsidir, bizə baxmağa ya da ki, necə olacaq, biz çıxasıyıq, heç baxan olmayacaq ki, kimdir, nəsil. Sadəcə olaraq, qardaşım da onda bizdən xəbərsiz Bakıdakı tələbə qaxılara gəlib tapmışdı, bilet vermişdi ki, təmənnası gəlin, dəstək amacdı. Bizi təqdim eləyəndə ki, aparıcı, Qax rayon, KVN komandası, çıxdıq zal üstümüzə, bunlar kimdir? Sonradan bizə deyir, mən filan qədər adamı çağırmışam, bilet vermişəm. Biz orada nətər oynadıqsa, birinci tur, ikinci tur, elə qrupda birə çıxdıq, o bizə keçən ilin finalistləri ilə eyni qrupdaydıq.
şeydi, iqtisad idi desən, hə, ola bizdən məzələndir ki, sizə keçəcəyəm. Bunlar şok oldular ki, bunlar kim idi ki, bunlar hardan gələn çıxan şeylərdir bunlar. Onda da Jürdə Elməddin idi, sonra Ramiz var idi, səhv eləmirəmsə rəhmətli. Qardaş, orada da Pərviz müəllim var idi, Parniz Bakının direktoru. Bu seçmə yarı şeydə sadəcə bu festival idi. Biz hə. festivaldan birinci elə ki 21 komandadan keçdik növbət tura 8-də 1-ə. Birinci dəfədə gedəndə ən templi komanda aldıq. Biz tərəfə xas olan bir rəqs qurmuşduq ki, o papaqlarla zadla içərisində şəhərdə cəmaata maraqlı gəldi ki, pərdələr açıldı, 3 dənə şey bizim formalardan çıxdı, 3 nəfər tappa-taraf oynamaq falan filan. Sonra 8-də 1-dən keçdik 4-də 1-ə, 4-də 1-dən yarım finala. Yarım finalda ucu kəsildi, finala keçəmədik, amma 3-cüyə, 4-cü yerə, yəni birinci dəfədən və ondan sonra başladıq o işin üstündə işləməyə, gəldik qaxa KVN komandası yaratdıq, mütəmadi konsertlər verdik, çoxunda belə 90% hamısını xeyriyyə deyə konserti kimi. Oradan yığılan pulu gedir bələdiyyədən məsələn maraqlanırdıq ki, kasıb neçə ailə varsa onlara. Bir dəfə biz KVN-dən pul qazanmışıq. İndiyə kimi yadımızda belə komandalar belə şəkil çəkdirmişdik sonunda 25 manat ya 20 manat belə. O da necə oldu? Axırda gördük əlimizdə pul var. Məsələn 5 sənin, 5 sən belə. Gördük adama 20-25 manat pul olub ki, bundan pul qazanmaq da olurmuş eşitdim. Amma ömrü boyu biz çıxanda belə həvəslə istəyirdik ki, səhnəyə çıxaq. Yavaş-yavaş sonra başladıq videolar çəkməyə, o birisi, bu birisi falan filan. Hal-hazırda da indi aktyor kimi çalışırıq. Həm də aparıcı kimi. Onlar qoymaq ola bilsin ki, Instagramda falan, Facebookda tapmaq olar. Axtarıb. İndi sizin simanızda ən çox sevilən obraz indi hazırda nümayiş olunan obrazdır. Bayaq biz sizdən kiçik söhbət etdik, dediniz ki, uzun bir tarix var. Mən soruşmaq istəyirəm sizdən ki, Dilafruz obrazı necə yarandı və niyə yarandı? Hə, bu maraqlı sualdır. Biraz cavabı əslində biraz geniş olacaq, qoy deyim. O KVN vaxtlarında biz deməli bu Ləhcəmiz adlı bir konsert verdik. Ləhcəmiz adlı bir konsert qaxda vermək üçün şeylə hazırlıqlara başladıq ki, burada biz ləhcələrdən istifadə etməkdir. Dilafruz əslində Qaşqaçaylıdır da, Qaşqaçay ləhcəsi ilə yaranır. Mən özüm də nəslim Qaşqaçaylıdır, anam, atam, babam. Bu bir növ mənim belə orijinal danışmağım oradan qaynaqlanır. Çünki uşaqlığımda mən sənə dedim də, yəni yay tətilində mən məsəl üçün Qaşqaçayda daimgildə çox qalmışam. İstər-istəməz onun bir sözü, buradan bir söz, oradan bir söz. İstər-istəməz hopub. Sonra deməli biz konsertdə məktəb səhnəciyi qurduq. Orada başlıq verdik ki, ucqar bir kənddə dərs, gəlin baxaq necə olur. Elə orada mən o ləhcə ilə bir dəfə, iki dəfə danışa gördüm. Danışdıqca da zarafatlar çıxır içindən. Deməli, niyə də olmasın? Mən belə bir obraz yaratıram. Sonra Şəmsəddin başqa bir obraz yaratdı. Qarəçi dərs müddətində bu formalaşdı. Sonra gördüm, bu yiyildi də, yaxşı mənada. Tamaşaçı bunu istədi ki, bu maraqlıdır. Konsertdən sonra yaxşı reaksiyalar aldı ki, o məktəbdə o Dilafruz partlatdı. Dilafruz əslində qız adıdır. Mənə çox yazdılar ki, Dilafruz kişi adı deyil. İndi o vaxtdan necəsə qalıb mən o Dilafruz yapışıb o ad, daha dəyişmədim sonradan da. Sonra Habı Səs layihəsini elədik, orada Dilafruzu istifadə elədik ki, Habı Səsə gedib. Mən özüm haqqında biraz məlumat verim sizə. Mənim adım Dilafruzdur. 23 yaşım var, 56 ildir də mahnı oxuyam. Heç kimə dəli yoxdur necə oldu 56 il. Ha bu nerede de yol kimi de beyazlaştırdılar Merab'da. Neyse, keçək əsas məsələyə. Mən özümə güvəniyəm, özümə eminəm ki, Habı Səs mən olacaq. Mən yer tutacağım. Sonra Eurovision elədik. O Eurovision əslində bizim vizit kartımızdır. Necə də? Ne istiyorsunuz ha? Ne daha bu kamera zaten? Ne daha bu? Ne oyun çıkarırsınız? Beni niye cin atına indirirsin de ben onsuz da at sürebilmiyorum ha kişi. Ben Avrupa'ya niye salamlamalıyım ha? Dima hadi niye salamlamalıyım ha? Abi Eurovision keçirirsinler bir yaxşı eləyirsiniz. O boyda kənd çağırırsınız. Birkaç şey necə çağırabilmişsə də məni alıp dokulayamıyor içərdə. Hələ mal boşlu çıxarırlar deyil. Avtobusa çatmıyorsunuz. Ne bileyim akşam avtobusda olmuyor da 5'ten sonra. Söhbət edik ki o boyda kalktı bir taksi olmadı bir 2 nəfər getirmə ha. Yarım tokuluyor bebe. Vermeyeyim hiç gibi sesler. Vermeyeceğim.
Eurovision səs vermə deyə belə bir layihə elədi. Bizim Şəmsəddin dostumuzun buradan salamlayıram Şəmsəddin də. Onun fikri idi ki, gəl belə bir şey elə qalxda Eurovision. Ha? Qalxda Euro necə? Səs vermə də qardaş, kəndləri salır, o biz kənd, kənddə səs verir. Mən maraq. Hə, səs verirsiniz də siz. Hə, biz orada məsələn ölkələr səs vermir, buradan səs. 2015-16. Hələ bir 10 il falan qabaq. Nəsə bir xatırlayıram elə. Biz getdik, deməli, mən oldum Qaşqaçaylı. Şəmsəddin oğlu Zaqtalalı, o Hamlet obrazı yaratmışdı. O da bayağı sevilirdi. Sonra nəsə o da şey eləmədi də, üstünə düşmədi belə. Ha, adaşa baxsana, ey. Mən deyirəm adaşa baxsana, ey. Mən Zaqtaladan səsi görürəm. Buradan qabağına çıxacaqlar. O vaxtda o zarafat da Azərsellə idi deyəsən. Zəng etdi. Ya bu deyir kontur vurmuşam deyir, nəsə o yan bu yan deyir. Nə ilə göndərim? Trolleybusla göndərim, avtobusla göndərim. Elə oldu. Şəmsəddin bunun üstündə şeylərdi. Şəmsəddin də elə yaxşı ləhcə ilə danışmağı səbəbəsində o BBC falan burdadır. Ona görə o da elə uşaq vaxtı gələ istəsimi buna önər. Sonra bizim bir komandada Elnur vardı. Sonra da o tam bu işin başını buraxdı, ayrıldı, başqa işlərlə məşğul oldu. O da sarbaşlıydı. O da yaratdı İlsu sarbaş qarışıq bir obraz. Bunu çəkdik, sonra bunu çəkdik, sonra bir dənə də Gürcü obrazı yaratdıq Əlibəyli kəndində. Bir də bu Qaşqaçay 4-ünü elədik, atdıq YouTube-a. O da video yapışdı. Ondan sonra mən o qədər başım ağrıyıb. Yatırdım mən biraz bir 8 ay ayağımsızıb yatmışam. O vaxt mənim mesajlar falan filan. Səni biz məhkəməyə verəsiyik, səni tutturasıyıq. Orada çünki mən bir dənə şeir demişdim ki, orada da elə bir ki, şeirin içində bu adamın babasının adı hallanıb, o da Kaçal Məmməd deyə. Hə. Bu da çoxdan yaşayıb. Mən vəbşətə görməmişim adam, amma belə necə deyim, iri adam olub, əlləri böyük, bir oturanda tək quzu yeyən adam olub, zdorov bir şey olub. Orada da bənzətmə eləyir ki, şeydə sənin bir qaxacı Kaçal Məmməd tək yeyər. Bu da qayıtdı ki, sən mənim babamı orada dedim, ay bala, mən sənin babandan nə işim var? Bu humoristik olaraq ki, şey tabii. Ay videonu siləsiz, ay sizi məhkəməyə verəcəm, ay falan filan. Dedim, yaxşı. Video hələ də yerindədir. Yəni silmədi. Elə oldu da Diləfruz obrazı biraz bax gördüm konsertlərdə orada burada. Sonra sakitçilik oldu ki, keçən ilin avqust ayına kimi. Ondan qabaq da bir-iki dəfə Bakıda bizim bir dostumuz var, Əskər. O da videolar çəkirdi Qaşqaçay ləhcəsi ilə. O ilə getdim bir-iki dəfə bacı. Görmüşəm video. idi. Onlar çəkdi. Maraqlı idi. Sonra gəldim avqustda, belə avqust ayında evdə oturmuşdum, televizora baxırdım. Gördüm, televizora baxıram ki, amma fikrim başqa yerdədir. Dedim, mən bu obrazı niyə şey eləmirəm də, təzədən çəkmirəm. Demək ki, axot yoxdur, təzədən başla. Sonra lap çəkdim bir dənə, sonra nə çəkəcəm? Demək ki, 2 nəfər yaranıbdı. O biri də çək də qardaş. Şey lazımdır o yan. Axırda buna qulaq asın. Dedim, durdum, dedim, nə çəkim? Qaço içinizdəki ki, Diləfruz sizə səslənir də. Hə, dedim, nə çəkim? Yaxşı, nə çəkim? Bir dənə ağlıma gəldi, corab naski məsələsidir. Kişilər ömür boyu naskini hər dəfə itirir. Gecə yatırıq, səhər dururuq. Ana naski, ev eşitdi abi. Oradan yola çıxdım, getdim elə o koftan. İndi çıxmışam deyirəm, bu obraz Diləfruzda var idi axı o vaxtında, nə bilim 10 il qabaq köynəyi tapa bilmədim. Getdim bu papağı tapdım. Əslində bu papağı Əskər mənə pay verib, o bacı oğlu. Əvvəl başqa bir qara papaq vardı, sonra bunu seçdim, belə sport yalsız tam şeydir, papaqlı Tam özü də. Sehirli papaq deyirəm, deyil mi? Sonra papağı taxanda istərsimi dəyişir adam. Bir də o köynəyi tapdım. Baxdım qardırobdan bir dənə köynək tapdım, dedim, belə yaxşıdır. Heç telefonu qoydum sadə. Mənə çox vaxt sual verirlər, sən videolar kim çəkdirmişim özüm. Telefonu qoyuram, qabaq kamera açıram, ştativsiz belə qoyuram, ya güldana sökürəm, ya nə bilim, çörək qabına sökürəm, harasa bir yerə ki, stabil deyəmsin. O rakursda oldu da, yəni aşağıdan belə çəkirdim. O qoydum. Heç sən qapını açdım, girdim ki, başladım ki, mən naskılarımı o gün arada qoymuşdum falan. Dəymə mən naskimə Xanzadaya. Xanzada da bitdən ağlıma gəldi. O Xanzada əslində bitdən yox, Xanzada hardan var idi. Bizdə o sürhüllü TV yaratmışdıq, mız qoyan verilişi. Orada da Hamletdən Diləfruz bir mövzu üstündə müzakirələr gedirdi. O mahnı olan bir bölüm var idi. Bizdə musiqilər səslənirdi ki, biz bu musiqilərin sözlərinə dedik ki, analiz edik ki, bu nə sözlərdir? Orada bitdən ağlıma gəlib demişim ki, DJ Xanzada.
ki Xanzadan DJ-dir ki, DJ Xanzada. O Xanzada da oradan qaynaqlandı. Girdim bir kəlmə, Xanza da mənim naskim hanı falan filan edit elədim, atdım TikToka. TikToka birinci atmışdınız? Hə, TikToka attım. Səhər durdum, gördüm 15-20 minə yaxın baxış var. O da deməli məsələ nədir? Ailə məişət mövzuları, ləhcə, təməli bu obraz əvvəlcədən olub, çox ara verib, təzədən qayıtıb. Cəmaətdə maraq yarandı. Sonra dedim, mən nə çəkim indi qardaş? Sonra gördüm, başqa bir video çəkdim. Elə əslində mənim ən tənbəl olası tərəfim, ən belə deyim də sabah başlayarım. O mövzu məsələsi. Ümumiyyətlə bəlkə hamı da elədi. O mövzu qıtlıq da deyil, sadəcə olaraq gərək işin içinə girəndən sonra mövzu özü gəlir. Misal mən də elə idim. Başlayanda fikirləşirsən ki, bunu çəkdim, onu çəkdim, nə çəkəcəm, amma elə deyil. Bu işin içində olanda bu yaradıcılıq elədir də. Məsəl üçün indi siz bu obrazı yaratdınız Xanzada, sonra uşaq oğlun, bacım oğludur. O sizin bacınız oldu. Onu soruşasıydım. Yaranır istər-istəməz. Adlar da biraz qəribədir deyənə. Yəni gün ərzində eşitmədiyimiz adlar Xanzadadır, Dilafruzdur, Dilfiruz, niyə Dilfiruz falan. Hər dəfə sizin orada mimikalarınız da var da. Yəni səmimilik, sünnilik yoxdur. O aktyorluğunuzu orada göstərirsiniz. Ona görə deyirəm ki, bu işin içində olanda gəlir o mövzular zaten. Çünki gün ərzində yaşadığımız şeylər o corab mövzusu olsun və yaxud da digər çəkdiyiniz mövzu olsun. Marketə gedir, bunu alsaydım, onu alsaydım, mən planınız olan şeylər. Ətrafımızda biz də çəkəndə onu çəkirik zaten. Özünüz də fərqinə varmadan fərqli bir obraz yaratmışsınız və indi ona həqiqətən də bir yeni nəfəs vermisiniz də. Əvvəlki Dilafruzla indiki Dilafruz arasında. Deməli, əslində o Dilafruzun çəkdiyi videolar, bayaq siz də qeyd elədiniz, indi mən onu tam əlavə edib açıq şəkildə deyim də, ailə məişət mövzuları daha çoxdur və Dilafruz kimi hamının evində, Dilafruzun evində olan hadisələr olur. Dilafruzun dərdinə də 50-yə yaxın video var. Onun bir 30'unda Dilafruz çay istəyir. Çay yoxdur da. Bu daha eləyir, buna çay verilmir. Ki axırıncı videoda da buna hədiyyə alıb gətirir. Deyir, sən çay da versən, sən kimi arvad yevlaxda da yoxdur. Yəni o şey onun prikol kimi deyir ki, yəni bir dənə çay ver də, qurban olum. Nə olar? Kişi xeylaq evə gəndə çay istəyir, qardaş, çay yoxdur. Ay nə bilim, cora bitir, arvaddan şikayətlənir, filan şey. Bir növ elə ki, mən güzgü kimi cəmaət baxanda sevilmək tərəfi əslində ondan ibarətdir ki, mən kommentariyalarda baxıram, oxuyuram hamısını, çalışdığım cavab da verirəm. Çünki o özlərini bir növ görürlər. Mən bir izləyicim var, Zaqataldan ya Balakəndəndir, xanımdır, adı Xanzadadır. Xanzada da adı. Vay. Hər dəfə də kommentar yazır. Məsələn, o günkü videodan sonra yazıb ki, filan mən gətirəm Xanza da sən şey almışam falan filan. Bilirsən girib yazır. Nə oldu mənim şeylərim gəlib çıxmadı. Mən indi ondan belə ciddi danışsam ki, bu videodur. Mən də başlayacağam. Çox vaxt kommentariyalarda da Dilafruz kimi yazıram. O ləhcə ilə yaxşı olacaq. Yazılar ki, Xanzadan üzünü göstərdi, deyirəm qismət olan gün var. Ya deyirəm ki, yalan söhbətdir. O salı mən də verəcəkdim sizə. Nə vaxt görəsiyikdir? Əslində onu mən göstərməyi necə fikirləşdim? Mən biraz fikirləşdim ki, mən onu... Ağlınıza var bir obraz? Obraz olaraq fikirləşdim, kimisə çəkim. Sonra fikirləşdim ki, mən o kimisə çəksəm, tutalım, bir ara əskəri fikirləşdim çəkməyə. Sonra dedim, əskəri... Məncə yox. Əskəri eləyə bilməyəcəm. Niyə? Çünki bu Bakıda mən qaxda hər dəfə... Həm də xanım rolunda, xanım olsa daha belə səmimi gələcək də. İndi orada Xanzada deyirsiniz kişi olanda, istəsəməz onun, necə deyərlər, o sehri itəcək. Çox adam, məsəl üçün, mənə deyir, bir tanışlardan falan filan, Xanzadan mən oynayım da, məni Xanzada. Var təklif var? Hə, bir deyən olub, prosta fikirləşirəm ki, İndi ən axırında böyük ehtimal mən onu göstərəsi olsam gərək maraqlı bir video ilə göstərim ki, hansısa başlığında Xanzada göründü, Xanzada gəldi, Xanzada ortaya çıxsın ki, çünki bilirəm ki, elə bir şey olsa daha maraqlı olacaq da cəmaət, göründü işte. Ya özüm oynamalıyam onu, hansısa bir variantda ki, hələ ki bir xəyali bir obrazdır. Hələ ki onu göstərmirəm ki, çünki orada o səsi də mən çıxarıram da, Xanzadan da səsini özüm çıxarıram ki, gəlmə, gərəmə elə adam tapım ki, ya tapsam o səsi otursun ona, ya da ki səsləndirməsini edeyim. Amma məncə bəlkə də ona görə sevilir ki, o obraz yoxdur, bilmirik necədir, maraqlı gəlir. Məncə də ona görə marağı
bir tərəfdən adam qorxur. Kimisə görsə, deyəcək, hə, məsələn, hə, bu özü idi də, məsəl üçün. Buymuş. Və görünmür. Hələ ki, görünməsin, qalsın. Başımıza da gəlir. Amma yeni bir obraz, inşallah fikrimdə var. Qonşu Fikrət deyə bir obraz qatacağım. Çünki bu o gün video paylaşmışdım. Qonşu Fikrətin evinə baxırdı, remont gedir deyə. İndi sonra bir dənə başqa 2 dənə video var. Orada da Fikrətin adı keçir. Onları paylaşmamışam elə. Stoklayıb saxlamışam. Bir dənə də indi istəyirəm ki, Fikrət deyə bizim köhnə KVN-şiklərdən bir nəfər var. Onu istəyirəm qoşum. Amma mən fikir verirəm, qaxda aktyorlar daha aktivdirlər. Bizim Zaqatala aktyorları bizdə çünki bu zonada bir Şəki kimi Şəkidə məsələn KVN komandası olmur. Balakən Zaqatala olmur. Qaxda 98-ci ildən səhv eləmirəmsə. Bu istedad hardasa genetikdirmi? Bax belə mənim anam xalq teatrı rejissoru olub mədəniyyət mərkəzində. Mən onun aktyor olmuşam. Qardaşım ssenarist kimi, KVN kimi, yəni o bir növ məni dartıb gətirib. Bacım belə sırf o işlə məşğul olmasa da, amma pianino falan belə yəni qabiliyyətli olub. Atam rəssam olub, musiqiçi olub, yəni klarnet ifaçısı olub. Yəni bu genetikdir bizdə, yəni. Deyirəm. Mən məsələn çox adam bilmir ki, şey var da, bir aşinalıq var, göz aşinalığı var. Deməsəm mən heç çox adam bilmir. Məsələn, mən orta təhsilliyəm. Mən universitet, ali məktəb qurtarmamışam. Mədəniyyət İncəsənət Universiteti qurtarmamışam. Amma belə bu işlə məşğul oluram. Deyim ki, indi olsaydı, oxusaydım hardasa bir balaca təkmilləş, bəzi o necə deyim, texnikasını daha yaxşı bilərdim. Bəlkə aktyorluğun bunudur. Amma belə yenə tamaşada məsələn bizdə Qaxlaranda var, İsmail Dağıstanlıdan xalq teatrı var. Orada aktyor kimi çalışıram. Tamaşalar oynayıram, tamaşa qurur falan filan belə. Hal-hazırdakı vəziyyətdə də indi bu reklam məsələlərində, məsələn, Dilafruz obrazını mən çəkəndə, yaratanda heç deməzdim ki, mən sabah bilsin ki, Dilafruzdan reklam çəkəcəm. Yəni reklam təklifi olur, reklam çəkəcəm. Mən sizin obrazınızı görəndə düşünürdüm onu. Yəni mən görürdüm artıq onu. Yəni onun vizyonunu görürdüm ki, bu seviləcək və reklamlara gedə bilər. Bilirsiniz necə personajdır da bu. Məsəl üçün Bakıda var İlkinin yaratdığı bir obraz, blogerlərdən İlkin Xəlilin yaratdığı ata obrazı. Belə bazburutlu kişi obrazı. Obrazdır da, ata obrazıdır. İndi yəni o deyirlər elə kişiləri görmək məsəl üçün azdır. Məsəl o tipli kişilərdir. Məsəl sizlərə Dilafruz kimi obrazları görmək gündəlik həyatımızda demək olar ki, az rast gəlirik. Ona görə də maraqlı gəlir o obrazlar. Çünki biz hazırda görmürük. Daha çox müasir tipli düşüncələr, biraz köhnə fikirli adamlar az görürükdən onlar sevilir. Ona görə də onların vizyonunu görmək olur ki, hə, nostalji hissdir də biraz da ki, yəni kənd həyatında yaşayır, kənddə yaşayır, Qaxda yaşayır, belə bir həyatı var, texnologiyadan uzaqdır. Şəhər əhalisinə olan maraqlıdır. Hə, məsələn, gəlir kəndə, ay, Xanzada falan filan belə maraqlıdır da, yəni o obrazı ona görə sevirlər və indi onun ətrafında olanda siz məsələn Fikrət deyirsiniz, nə bilim, oğlu deyirsiniz və yaxud da həyat yoldaşı deyirsiniz. Ona görə də bu geniş bir artıq ailə ola bilər, geniş bir biznesi çevrilə bilər. Hətta filmə qədər yolu var. Seriala istəyirəm, xırda hələ ki serial fikirləşirəm. YouTube üçün də 3 dəqiqə, 5 dəqiqəlik belə. Bəli. Az, çox da yox. Yəni orada bir kriteriya qoymamaq şərti ilə ki, həftədə mən bir bölüm çatdırmalıyam. 10 gündən bir sırf YouTube kanalı üzərindən elə Dilafruz və Xanzada adı da üstündədir. Yəni ora başqa bir şey yoxdur. Çünki orada məsələn Xanzada görünməsə də səsi də var, səsi olacaq. Dilfiruz var, Fikrəti qoşandan sonra qonşu. İstərsiniz bir ssenari yaranıb ki, orada qonşu gəlir, nəsə istəyir, o ilə döyüşdü, bu ilə nəsə oldu. Hamısında axırında bir dənə konflikt, harayhaşı darab tutar. Çünki o evin içində falan o şey, bu şey yavaş-yavaş. Sadəcə biraz vaxt məsələsi. Çünki başqa işlərlə də sırf bu işlə məşğul olmadığım üçün indi başqa işində dalınca qaçırsan, ora gəlsən, bura gəlsən. Ona görə ona hələ ki vaxt tapa bilmirəm. Qardaşıma deyirəm, bax sən obrazı görürsən də bilirsən, sən məsələn Zarun yazması məndən daha yaxşıdır. Hə, mən onu deyəcəydim. Sizə kömək edir ssenari baxımından. Belə Dilafruzla bağlı demək olar ki 50-yə yaxın indiki video çəkmişəm də. Dilafruzun 2-ci mövsümündə deyə də. Hamısı öz məhsulumdur. Mən məsəl üçün reklama gedirəm. Siz ssenarini əvvəlcədən yazırsınız, oynayırsınız yoxsa bitdən?
Spontan. Bax misal üçün burdan gəldi, beynimdə nəsə var. Bax hal-hazırda oyunu mən fikirləşirəm ki, Dilafruz kimi burada oturub qısa bir nə çıxara bilərəm. Bax onu fikirləşirəm ki, mən sizdən nə çıxara bilərəm. Yəni Dilafruz podkastda necə ola bilər? Dilafruz olandan sonra sonrasında bir dənə səhnəcə çünki gəlir. olandan sonra Dilafruz buna da ilişəcək, buna da ilişəcək, ona hər şey. Çünki o adam elə adam. Maraqlı da görməyib baxın. Ki bu nədir, o nədir, falan şeydir, filan. Hə, mən məsələn reklama gedəndə çox vaxt sıfır beyinlə gedirəm. Belə Yəni sonuncu orada qərar verirsiniz, elə sonuncu mi? çəkdiyim məsəl üçün bu Zaqatalda bir yer vardı. Görmüşdüm bazarda. Hə, təxmini bilirdim nədir deyə, aksesuardır. Amma tam olaraq yox idi beynimdə bir şey. İçəri girdim. İmprovizasiya, girdim içəri. Türklər doğaçlama deyirlər. Dedim burada nə var? Gördüm qolbaq var, şef var, üzük var, o yan bu yan. Neynəsin bu? Gəlib Xanzadaya şey alsın şu. Tap. Editlərdən axşam atdım. Ümumi hardasa 120-yə yaxın baxış var da. TikTok, Instagram. Video tutdu. Mebel yerinə getmişəm deyirəm mən nə tərliyəm, o yan ben filan. Bir-iki dəfə ora bura. Bu da. Yəni 90% məhsullarda ya o evdə çəkəndə birdən beynimə gəlib çəkən, reklamada gedəndə yerində əvvəlcədən deməmişəm, məsələn sabah gedib bunu çəkəsiyik. Amma bir ağlınızda bir fikir formalaşır istəsəniz. Məsələn zəng eləyirəm mən mebel yeridir. İstəsəniz fikir yaranatı, fikir formu. Orada şey aparmışdım da, Dilfiruz aparmışdım. Başdan elə girəndə elə girdi ki, içəridə də ağlıma gələn eləmə. Uşaq da qaçdı ora bura, tuda. Həm o kravatın üstünə, bu kravatın üstünə tullandım, şkafın içindən çıxdı. Baxdım bir məhsul ortaya çıxdı. Sevildi. İndi görəydi nə qədər var. Yəqin ki bu sizdən asılıdır. Nə qədər gedəcək sizdən asılıdır. Yəni nə qədər çox yaradıcı olsanız, nə qədər çox yeni ideyalar olsa, o qədər çox sevilir. Yəni bir obraz sevilirsə, mən nəyi fikirləşirdim? Türkiyədə də var bu cür obrazlar sevilən. Recep İvedik var misal üçün. 8-i Disney Plus-a verir. Aha, Disney Plus-a qədər davam edir. Mənim bizim yəni yaxın bölgələrdən belə obrazların çıxmağı xoşuma gəlir. Çünki ora qədər gedə bilər də. Yəni bu Recep İvediki hər dəfə şey deyirlər, misal üçün bəyənməyən bir kəsim çoxdur da, amma sevilir adam yəni. Obraz olaraq hələ də kimisə misal çəkəndə Recep kim elədi, nə bilim İvedik falan, onu misal çəkirlər. Amma mən də istərəm ki, misal üçün regionda da bu sevilsin və onu misal çəksinlər ki, hə bax bunun kimi davranır, bunun kimi söz dedi. Əslində var yəqin ki, gün ərzində sizin izləyicilərinizdən ki, oxşadanlar bu hərəkət elədi, Dilafruz kimi davranma. Mən ümumiyyətlə belə rayonda çox gəzəndə uca reaksiyaları istərsəməz belə fikir verirəm də, kimsə keçəndə istərsəməz "Ada Dilafruzdur." Qulaq alır səsi. Bir dəfə marketdə olmuşdu, alış-veriş edirəm. Dayanmışam, yanımda bir dənə uşaq var, bir dənə xanım var, anasıdır, oğludur. Uşaq bir baxdı, üzümə baxadı durur, mən hiss eləyirəm ki, burada mənə baxış var da, baxdı. Ada Dilafruz elədi. Mən özümdən asılı olmadı. Məsələn çox vaxt həmişə o yan bu yan çevrildi. Nə dədə elədim. Uşaq özü şey oldu, belə çevrildi belə anasına tərəf. Özüm elədim, sonra demədim, sən niyə elə elədin? Yəni uşaq da belə qorxdu. Ana elədi. İstərsən anası belə çevrildi. Siz qaxlısınızmı ki deyir? Deyəm bəli. Mən elə bildim siz qaxlı deyilsizmi? Deyəm yox qaxlıyam. Əməli başı yaraşıqlı uşaqsınız deyirsə orada deyəm istəsəməz cəmaət orada görübdü, istəsəməz də adi halda görəndə məclis aparmağa getmişik. Məclislərdə çox vaxt olur, toyda bilirsən gəlir. Dilər da yeri deyil də, yəni toydu cəmaətin. Mən o viddə də deyiləm. Onu soruşasaydım sizdən. Dilafruz obrazı İbrahimdən daha çox izlənir. Bəli. Yəni burada sizə görə nədir səbəb? Sizin özünüz obrazlı şəkildə yox, özünüz olaraq da çəkdiyiniz reklamlar var. Bəli. Mən diqqət eləmişəm, yəni Dilafruz onlardan daha çox izləyir. Dilafruz bəlkə də daha cana yaxındır, daha çox seviləndir. Necə var özüdür deyə bəlkə də məsələn həyatda da budur, kamera qabağında da budur. Yəni belə bir mən həmişə öz-özümə deyirəm, belə bir adam Qaşqaçayda 100% yaşayır hardasa. Elə bir adam məsələn gedib axtarıb tapmaq olar Qaşqaçaydakı. İndi orada var da daimgil var, qohumlarım var falan filan, amma belə gedəsən düşəsən üstünə qıraqdan belə analiz eləyəsən, baxasan deyirsən, bax bu Dilafruz budur bax, bu. Amma məsəl üçün mən heç kimdənsə qaynaqlanmamışam ki, filan kəs var idi kənddə. Ondan. Prosta birdən yarandı. Əslində keçən səfər biz redaktorumuz Elşənlə də danışanda dedik,
kimisə görüb, kimisə eşidib, yəni ətrafındakı adamlardan ibarətdir də bu. İstərsəməz, yəni hansısa bir ağlınıza biz xarici Hollywood ulduzlarından da götürdük ki, hala obraza hazırlaşanda, hansısa bir personaj yaradanda necə yaradırlar. Məsəl üçün deyirlərkən biz onu gördük, nə bilim Astanovkada dayanıb bunu gördük. Biz hansısa obraza hazırlaşır, hansısa bir xarakterə hazırlaşanda, məsəl üçün taksi sürücüsü roludursa, gedir taksi işləyir məsəl üçün. Hə. Yəni siz də kənddə yaşayan bir adamsınız. Yəni o obrazı da oradan yəqin ki götürmüsünüz də. Kimisə görmüsünüz, şüur altınız onu yazıb kodlayıb beyninizdə və bu gün də onu canlandırırsınız. Yəni siz deyirsiniz məsəl üçün hansısa bir situasiya yaranır və mən orada gedirəm spontan bir qərarla çəkiliş edirəm. Bu da onun meyvəsidir. Yəni sizin beyniniz toplayıb bu məlumatları kənddə olduğum vaxtlarda, yəni belə indi sırf olaraq yadımda qalmayıb ki, kimlə, amma ümumilikdə belə götürəndə, məsələn, kənddə biz gedirdik fındıq yığmağa, məsələn 3-5-10 nəfər. Hərə bir cür xarakterdəki insanlardır. Ən çox mən oradan o replikaları, sözləri götürmüşəm ləhcə ilə ki, çünki bizim o Qaşqaçay ləhcəsində elə interesi qeyri-adi sözlər var. Bəzən başa düşülmür. Bəzən düşənə, məsələn, göm-göy, məsələn, göyünüzü göm-göydür deyəndə, vaxtı rəhmətli nənəm çox vaxt deyib, qoğunuzu ölən həzrəmə deyib, qom-qoqdur. Qom-qoq. Biz başa düşürük. Biz məsəl üçün qıraqdakı adam istəsə ki, nə deyir, bu hansı dildir? Amma məsələn Qaşqaçay ləhcəsində indi o vaxtdan tarixlə bəlkə də elədi, dəqiq məlumatım yoxdur. Həmişə nənəm deyir ki, əvvəl biz Qaşqaçay tərəfdə türklər falan çox yaşayıb. Körpüyə köprü deyirdi nənəm. Türklərdə köprü deyir. Yarpağa yapraq deyirdi. Yapraq da olması. İstərsəməz oradan elə sözlər ya da ki, hansısa bir indi kənddə o qədər adamlar hərəsi bir cür xəssiyyətdə, xarakterdə. İstərsəməz belə dayananda o şeylər çox olur. İndi də olur. Dəqiq belə yadımda deyil hansı söhbət hardandır. Amma istərsəməz bizim işimizlə əlaqəli bəlkə də oldu ki, biz görən şeyi nəsə gördük. Müşahidə edirik. Bu oturacaq qrafiyə, bunu çəkim. Bunu çəkim. Yəni heç o adam özü də bilmir, mən ondan onu götürdüm. Amma istərsəməz mən baxdım, gördüm, bu gedər. Bunu buradan götürüb nə vaxtsa lazım olacaq mı? Açarlandı. Yəni bu Dilafruz obrazının tənqid olunan tərəfləri hansılardır? Yəni hansı tərəf daha çox tənqid olunur? Valla biraz belə çox tənqidlər almıram, amma çox vaxt məsələn yazırlar ki, Xanzadanı az incit. Yazan olur ki, Xanzadadan biraz az incit. Çayıdır özün iç. Belə şeylər yazılır. Özünsüz də çayı. Çox vaxt elə şeylər yazırlar, amma belə faiz etibarən o da cüzi. 3-5% belə götürsək heç o da olmaz. Amma qalan belə çox yoxdur. Deyim ki, bu məsələn olsaydı bəlkə də mən davam elətdirməzdim çox olsaydı. Cəmaət çox qınanılsaydı. Cəmaət qınayır ki, bu nədir ki, bu nə çəksən? Nədir bu? Belə deyim. Qınanılan bəs tərif olunan tərəflər hansılardır? İzləyici əslində ən çox nəyi tərifləyir? Məsəl üçün TikTokda baxır, gülür, girir bütün səhifəyə baxır. Məsələn, elə adam olub baxırsan da girib başdan ayağa bütün videoları bəyəndir. Sənə bunlara baxır. Və hamısına kommentar yazır ayrı-ayrı. Bu belə, bu belə, bu belə, bu belə. Sevir, gülür, vaxtını xoş keçirir o tərəfdən ki, sevilir. Məncə böyük ehtimal ona görə çox sevinir ki, işdən, gücdən onsuz da hamının problemi özünə yetdiyi. Baxır, ən azından bir dəqiqə də olsun keyf açılır. Çox var yazırlar ki, nə olar tez-tez paylaş. İndi demək olmuş ki, hər gün oturub onu mən... Siz gün aşırı mı paylaşdınız yoxsa? 2 gün, 3 gündən bir, elə vaxt olur 4 gündən bir vaxtım olmayanda, ya nəsə tapmayanda. O cür tapmayanda istərsəmə fikirləşirəm ki, yoxdur amma hardan tapım, nə tapım, nə çəkim, necə edeyim. Ona görə indi hal-hazırda kontent yaratmaq çətindir, həqiqətən. Mən ona gedirəm. Mənim özümdə də hazırda dirənən məqamlar olur ki, ssenari problemdir. Ona görə biz kənardan bir ssenaristə ehtiyacımız olur. Bizim özümüzün də fikri tükənən vaxt olur, yorğun vaxtımız olur. Mental çöküş yaşadığımız vaxt olur. Yəni ona görə də kənardan bir ssenarist lazım. Mən bəzən bizim redaktorumuz Eşəni yığıram ki, bunu necə eləyək? Çünki beyin doludur o qədər. Bəli. Bu primitiv bir şeydir. Yəni nə var ki da orada? Gəlmir də o. Yəni yaranmır. Qalırsan belə. Ki demək yox, daha bəsdir də çəkəni çəkdirmək, bəsdir. Olub, neçə dəfə olub. Demək yoxdur da. Həm keyfim yoxdur, həm demişəm yaxşı çəkərəm, sonra baxarıq. O qədər olub elə. Sonradan amma elə vaxt olur ki, part-apart. Məsələn, mən hal-hazırda 1 2 3
3 dənə səhv eləmirəmsə, 3 ya 4 dənə video stoklamışam, çəkib hazır. Hə, elə olur. Artıq Birdən bir gəlib, stoklama. O da necə də gəldi. Demişəm ki, çox vaxtı qardaşım bizdə olanda. Şimdi zaten dur getdik mikrofonunuza taxmışam. Nə çəkdirmək gəl beynimdə bir dənə şey var da. Qardaşım məsəl üçün bizdə olanda bu emosional vəziyyətə görə demişəm gəl, geyinmişəm əynimi, mikrofon falan. Oradan dur çək. Nə çəkdirəmə çəkmə danışdı, burası da stop ver, burası da bir şey. Promo edit elədim, yığdım, bax. Nə vaxt nə çəkdin, nə vaxt elədin deməkdən gəldi də. Olur. Məndə də olur. Bir də bu emosional vəziyyətə görə siz bayaq vurguladınız. Bəzən elə halında olursan ki, çəkmə ehtiyacı olur. Bəzən elə olsan ki, çəkmək istəmirsən də. Yəni o motivasiyada olmursan. Yəni gəldin mood deyirlər də türklər buna. Yəni moodunda deyiləm də onun çəkimi. Məsələn, çağırırlar çəkilişə, gəl bu gün bu çəkilişi elə. Gəldim, çəkdim, okey. Amma bəyənmədiyim halda mən onu paylaşmıram. Getmişəm, həvəssiz çəkmişəm də onu. Yəni məcbur getməliydim, çəkməliydim. Həvəssiz çəkmişəm və sonra baxıram montajı da özümüz edirik. Yəni montaj yerinə baxıram ki, oturmur, nəsə orada çatışmır. Burada bu sözü deyə bilərik, burada onu silib təzədən gedib çəkmişəm. Məsələn, elə də vəziyyətdə yaranır. Yəni ki, sizdə də o vəziyyətdə yaranır. Məsələn, elə bir söz bilirsiniz ağlınıza gəlir. Məsələn, sizdə deyirsiniz o ləhcə. Bəli. Ləhcədə elə bir söz birdən ağlımıza gəlir. Məsələn, mən bir ara ləhcə videoları çəkirdim. Çəpəl sözü var da bizdə. Mən sizdə istifadə olunur deyəsən. Hə. Çəpəllıq da var. Hə, çəpəllik. Nə çəpəl şeysən də bir şey deyirik də. Hə, çəpəldə. Onu yəni bu söz Zaqatalalı olmayan bilmir də. Bu sözü ancaq bizim zona. Zaqatala, Qax, Balakən maksimum bunlar bilir də. Şəki bəlkə bilər. Şəki bilər məncə də. Çünki qulaq aşinalığı olacaq onların, yəni yaxın bölgələrdir. Çəkirik, paylaşır, 1 milyon izlənir, 100 min izlənir. Yazılır ki, çəpəl nədir, çəpəl nədir. Hamı yazır ki, çəpəl nədir. Elə bir yerinə istifadə edirsiniz ki, o sözü, misal üçün. Eybəcər demirik, çəpəl deyirik. Çünki biz regionda çəkirik bunu. Onların diqqətini çəkir də. İzləyiciyə ki, maraqlıya ki, çəpəl sözü nədir? Onlar da öyrənirlər. Ümumiyyətcə bir habı sözü var bizdə. Yəni ləhcə həqiqətən də mən fikir verirəm, ləhcənin istifadə olma qaydaları var. Məsələn, sizdə də o obrazda da elədir. Yəni yerində istifadə olunur da sözlər. Yəni ki, oturur o söz ora. Ona görə tutarlı olur. Elə bir şey yapışır. Mən də onu deyirəm, yapışır. O doğal halı deyirlər, doğal halı yaşananda o həqiqətən də oturur. Məsələn, o kəndə gəlmişdi, əskərlə çəkdiyiniz. O situasiya, yəni hamının yaşadığı bir situasiyadır. Mən də o kəndə gedirəm, əlimə lapatka verirlər və yaxud da balta verirlər. Elə bir şeydir də. İşçi qüvvəsi gəlir. Amma istirahətə gəlmişəm, yoxsa işləməyə. O da təsadüfən yaranmışdı. Əskər kənddə idi, yayda. Dedim, əskər gələcəm, həm səni görüm. Həm də nəmin bəlkə... Bu Qaxda çəkilmişdi də? Qaşqaçaydı da. Yayda tətilə gəlmişdilər. Demək ki, gəlim, həm səni görüm. Həm də bir-iki dənə nəsə beynimizə şey istərsiniz ortam olanda olur da, nəsə bir şey gələcək. Çəkək. Belə oturub çay içidik, dedim, dur. Durdum oradan veşdən gəlirsən, karoçu, belə-belə, mən də həyətdə işləyəm, bir dənə nəsə ortaya çıxacaq. O üçün onu paylaşdıq. Instagramda ucu yarım milyonu keçib deyəsən. 5, yox, 600. Yəni tutdu, sevildi. Çünki o sən demişkən, yəni elə şey olur da. Can Xıdıl gəl elə 5 dəqiqə. Xıdıl, hə. Can Xıdıl gəl o. Xıdıl da çox bilmir. Xıdıl hə bacıoğlu o. Can Xıdıl gəl o şey meşoqları daşıma. Çünki onlar mənim uşaq vaxtım çox, mən axırda kənddən qaçdım. Fındığa get, gəl, sonra nə bilim o sığıra deyirlər, malqara səhər 5-də durub get, axşam gəl, leş dedim, mən sağ olun, mən getdim, təşəkkür edirəm. Hər şey üçün. Sizi tanımaq xoş idi. İstirahət eləməmişdim. Belimi qırdı, sağ olun. Təkliflər gələndə necə dəyərləndiniz bəs? Çəkiliş, reklam, deyiriz gözləmirəm, ona görə deyirəm. Hə, məsələn, mən prosto dedim ki, bu hamı çəkən kimi çəkib xırda videolarda atıram. Çünki siz digər İbrahim olaraq da reklam edirdiniz, bəzi yerləri çəkilirdiniz, məsələn bu odur, bu budur. Hə, təqdimat xarakteri. Hə, o mu daha rahat gəlirsə yoxsa obrazlı mı? Bu rahat olmağına o rahatdır. Çünki orada mən sırf İbrahim olaraq təqdimat xarakterli çəkirəm də. Məsələn, buradır, filandır. Burada biraz çətin tərəfi tələffüzün nədir ki, mən ən azından humoristik bir şey tapmalıyam.
Çünki Ssenari söhbəti. ssenari olmalıdır ki, mən onu yaratmalıyam, getməliyəm, baxmalıyam. Məsəl üçün elə məhsul var ki, mən onu nə çəkeyim? Çətinlik çəkdiyim olub. Bizim qaxda quru bəy var. Bu ət qurudulmuş ət, nə bilim, qaxac deyirəm. Getmişəm indi zavodu bir gün getdim, fırlandım, gəzdim ora-bura. Böyük zavoddur, zavod da sexdir böyük. İstədim fikirləşim, nə çəkmək işim var. Ora baxdım, bura baxdım falan filan. Amma soyuducunu gördüm, girdim, çıxdım. Bir dənə oradan zarahat çaldım ki, kim bağlamışdı bura. Dedim, burada mən nətər olum, müştəri olum, gəlim mal alım. Ya sonra dedim, lütfü şey olum, mən buranın müdürü olum. Bu güya bura mənimdir də. Amma başı çıxmır, gəl orada deyir, bu nədir, bu ətdir, qardaş, o ət deyil, çipsidir. Sonra getir bu tərəfə. Yəni işdən başı çıxmayan müdür. Elə oldu, yeyildi. Onu çəkdim, o da yeyildi ki. Sizin son videonuzda var idi. Hansı nəyi çəkmişdiniz? Dediniz təzə işə başlamışam, Xanzada yığırı. Şeydə. Təzə işə başladım. Qax səbəti. Səbəti. O bizim özümüzün layihəsidir. Qax səbəti deyə bir layihə yaratmışıq dostlarımızdan ki, qaxın məhsullarını Bakıya, ya qıraq rayonlara, bölgələrə istəyən adamlara çatdırır. Elə ona da özümüz çəkir. Onunla da gecə orada karla axşam da ki, Bakıya gedəndə çəkmişik. Onda da demək, Pərvini də qoşmuşam. O bizim müğənni dostumuz ki, sən ala bir dənə oyuna da giy, sən də yolda saxla. Sonra bundan qabaq da gəlib çatır Bakıya, köşkün olaraq. Onda da Xanzada danışır ki, yorma da məni ki. Yorma sözü də. Biznes qrup özünə. Belə. Dediniz bayaq serial. Serialda indi kim var tanıdıqlarımızdan? Diləfruz var, Dilfiruz olacaq. Xanzadanın səsi var. Ses var, görüntü yox. Ses var, görüntü. Hamıya maraqlıdır Xanzada kimdir, amma Xanzada yoxdur. Bir də ağsaqqallardan Fikrəti, qonşu Fikrəti salacağam. Bir də indi anası, atası ya ikisindən biri ola bilsin, ikisi də olsun. Bu ata olaraq yaratsam, ata siz necə olmalıdır? Diləfruz necədirsə bunun 2 qatı. Double. Ona da bir dənə maraqlı tapım. Adlar da elə tapım. Dilfiruzu əslində o bacıoğlu demə, özü tapım. Gəldi bir gün, dayı mən beynimdə bir şey var. Bunu çəkək də. Mən məktəbdən gəlim, sən mənə acıqlan. Görən fikri verdi də o fikri. Amma axırına gəlib çata bilmədi. Demək okey, eləyərik. Adda tapmışam özümə. Nədir? Dilfiruz. Diləfruz, Dilfiruz. Zor. İndi sonradan mənə yəni dedilər ki, bir dənə də qız saldı, ola Dilfiruzə. Onlar tapmaq da var hər dəfə. Biraz uşaqda şirinlik də olmalıdır. Sonra Dilfiruz promo yeyildi. Dilfiruzdan məsələn mən 3-cü ən çox baxılan videoda o Dilfiruzun dəstən gəlməyi. Sumkaçılayan. Ola bilər atası olsa, indi buna amma atası da olmalıdır, babası da olmalıdır məncə. Çünki onlar uzun ömürlü yaşayan. Elə bir şey də ola bilər. Gərək onu yaşlı elə bir Gün verib bir şey vermirsin qıza. Bir şey olmalıdır. Belə interesli bir qoca. Ya maraqlı var. Nənə, baba, ata, ana. Evin içi də olur. Prosta olaraq o qədər maraqlı adlar tapmaq lazımdır. O Dilfiruz, Diləfruz. Biraz tarixə Dilqamət. Məsələsi interesli adlar. Çünki ad da əslində önəmli faktordur. Deməli, sizin aktyorluğunuz hazırda yumor üstünədir. Siz çünki başlanğıcdan da KVN-lə başlamısınız da. Heç yoxlamısınız fərqli janrları? Əslində özümün yazdığı bir qısa metrajlı film var. Buradan bütün sponsorlara səslənirəm. 3 ilə yaxındır mən yazmışam. Janrı nədir? Amma büdcə tapamıram. Biraz dram istəyirəm, özümü yoxlayım. Ki orada siz özüm oynayacağam qlavla. 2 dostdan söhbət gedir. Həm də bir növ türklərdə bir söz var, kamu spotu. Elə bir şey var. O narkomaniya, qumarbazlığa qarşı sosial çarx kimi, amma mən onu yazanda 5 dəqiqə, 10 dəqiqə idi. Sonra qardaşıma tək göstərdim. Qardaşım biraz üzərində düzəliş elədi. Gətirdi elədi onu yarım saat, 40 dəqiqə. Dedim biraz da dirəş onu tam metraj eləyək da, 1 saat yarım falan. Tam metraj eləyib onu ən azından sonra ya rayonda, ya hardasa bir nümayiş kimi istəyirəm təqdimat edeyim rayon səviyyəsində. Doğru çəkmək. Oradakı obraz daha maraqlıdır. Amma belə həm də istəyirəm tamaşaçı. Büdcəsi nədir? Deyin bəlkə. Büdcə olaraq hardasa mən istədiyimi çəkəsi olsam hardasa bir 15 minə yaxın pul istəyir. Amma belə hal-hazırda mən onu 5 mindən çəkə bilərəm ki, məsələn, qardaş gəl. Sponsorlara təklif eləmisiniz? 1-2 nəfərə demişəm.
Bunlarda baxarıq falan filan. Əslində mən bunu Nazirliyə kimi gedib çıxmışdım, Daxili İşlər Nazirliyinə ki, məktub olaraq. Təklif etmişdiniz. Dostum dedi məktub yazaq, yazaq ki, mən yəni orada çünki mənə polis maşını lazım olacaq, sonra skor lazım olacaq, belə şeylər. Dedilər ki, baxarıq, yaxşı olar, yaxşı fikirdir, ola bilər. Qaldı. Özüm də belə sırf düşmədim üstünə. Necə düşmədim? Bir-iki nəfər söz verdi, sonra qaldı o yan bu yan. O xəssiyyətdə də adam deyiləm ki, belə dirənim ki, nə oldu? Bir dəfə təklif elədim. elədim. Bir dəfə, iki dəfə gördüm, yoxdur, amma indi yenidən təzədən mənə qığılcımlar gəlib. Biraz havalar işsinsin. Siz hardasa serialda, filmdə rol almısınız? Şəriklər o vaxtı biz çəkirdik. Qalxdı 48 bölüm Kanal S-dən gedirdi. Orada çayçı obrazında oynamışam. Əslində orada da iki obraz oynamışam. Birində çayçı idim. Tamaşaçı məni çayçı kimi tanıyırdı. Gülən adam dedilər mənə. Aha, gülürdüm orada. Amma bu tərəfdə işləmə mən mafiyanın adamı idim də. Orada ciddi Kənan. Kənan xarakterində. Yazda gəlin. Orada Nanıq var idi, nə bilim, Maqa var idi. Sonra belə qısa metrajlı filmlər, qısa metrajlı yox, qısa rollarda epizodu bu təzəlikcə 26 efirə getdi. Bəs necə getmirsiniz, yəni kaslara? Kaslara əslində gedirəm. Bakıda seriallar çəkilir. Bakıda belə reklamlara çəkilmişəm. Metakın reklamları olsun. Sonra bir dəfə televiziya layihələrinə getmişəm. Getməmə səbəbi nədir? Verilən büdcənin pulun az olmağı. Misal üçün zəng edirlər. Qanlara az verirlər. Qanlara az verdi. O da mən rayona oraya gedib gəlməyəm, bir sərf eləməyəm. Hə, Bakıda yaşasaydım, okey, gedərdim. Məsələn, mən 3 ay Bakıda kurs keçmişəm. Aktyor kursuna gedirdi biz o vaxt. Türk hocalar dərs edirdi bizə ki, orada ən tanınmışı Kurtlar Vadisində Çakırın həyat yoldaşı. Bir də ki, Cərrahpaşalı Halit. Ola gəlmiş. Özcan var idi. Onlar dərs keçirdi bizə. Erhan var idi, Kurtda var. O da gəlmişdi. Burada kurs keçirdi. Güllülər, onun da kursu var idi. Onlardan kurs keçdik. Sonra onların bir film falan çəkilişində oldu. Amma belə qısa metrajlı, amma belə televiziya layihələrində çox olmuşam. İctimaiyyətdə cəmaət nə deyir var, orada 3 dəfə çıxış etmişəm. Axırıncısı bir həftə qabaq getdi efirə. Zarafat bir yanaya getmişəm. Nicatla Azər onda aparırdı. Azər sonra rəhmətə getdi Əlxanla. Doğma Torpaq filmi bu çəkilmişdi. Bundan 4 il, 5 il qabaq 26-sı Xəzərdən verdilər efirə. Orada epizodik oynamışıq. Mən belə o vaxt sonra Alman abidələri deyə bir sənədli film var idi. Orada oynamışam. Yəni belə qısa çox rollar olub. Yəni öz işimdən başqa. Sizi çağırırdılar, dəvət edirlər yoxsa? Dəvətlə belə. Yəni dediyim şeydir ki, tanıyırlar, bilirlər sizi. Yəni bələddilər də sizin işiniz. Belə kaslar da, məsəl üçün qeydiyyatdan keçdiyim kaslardan yazırdılar ki, sanki İbrahim bəy sabah üçün boşdursa. Okey, gələ bilsənsə gəl, gələm. Dedim, yox, gələmirəm. Bəs indi növbəti planlar nədir sizdə? Növbəti planlar o dediyim filmi çəkmək, Diləfruzla bağlı. Diləfruz da indi ağlımıza gəldikcə videolar çəkəsiyik, maraqlı. Bayaq dediniz büdcə ayrılacaq. Büdcə ayrılsa Diləfruzun filmini çəkərsiniz yoxsa dram filmini çəkərsiniz? Dramı çəkərəm. Çünki o niyə? Ondan gözləntim daha çoxdur. Həm də ki, özümü görmək istəyirəm ki, mən dramda necə oynayaram. Yəni belə içimdə hiss edirəm ki, oynaya bilərəm. Yəni zaten də postanovka verilir də rejissor tərəfindən ki, bax bunu belə oyna, bunu belə oynamalısan. Bunu daha yaxşı oynaya bilərsən. Burada daha yaxşı ağlamalıydın. Görürdü onu. Çünki kamera arxası daha yaxşı. İnsan aktyor obrazı oynadıkca, tutalım oynayırsan, hiss edirsən ki, oynayırsan da bu hadisəni, bu situasiyanı oynayırsan. Ya razborkadır, ya döyüşdür, ya acıqlanırsan, nəsə də. Rejissor əslində səni nə edir? Postanovka verir ki, bunu daha da şiddətləndir ya da lazımdır bir balaca aşağı tonda. O şeylərə görə, ona görə istəyirəm ki, onu çəkim. Yəni onu da komanda olaraq hal-hazırda bizdə texniki cəhətdən videoqrafımız da var, dronumuz da var. Sadəcə bir dənə bizim mikrofon sıxıntımız var. Çünki kino çəkilişində istərsən bu mikrofon. Həm də bəzi icazələr də. Bir də bəzi icazələri məsələn rayon səviyyəsindəki onu həll eləmək olar ki, bax belə bir şey çəkmək istəyirik. Burada mövzu budur. Narkomaniyaya qarşı mübarizə, nə bilim, qumarbazlıq, pis əməllər, cavanlar falan filan. Bir növ mesaj verməkdə, sosial mesaj.
O tərəflərini həll eləmək olur. Sadəcə bir büdcə olsa yenə deyirəm ki, tamam qardaş, bax bu şeyi neçəyə çəkirsən? 500 manata, mən sənə 100 manat verəcəm, amma bu iş eləsin. Özüm demirəm oradan alım 5000 manatı qoyum cibimə, demək yoxdur bu, yox. Niyə sənət icra eləmək istəyirsən? Yəni dönər yeyib çəkmək olar o 5000. Görək də indi belə kimsə bəlkə bu podkastdan sonra kimsə deyər ki, maraqlı görür. Aha. Stop edirik. Elə. Salam Dilafruz, necəsən? Xoş gəlmisən. Sağ ol, sən necəsən? Mən sizi cüt çağırmışdım Xanzada ilə birdə. Niyə gətirməmisən onu? Sən nə üçün Xanzadan ha? Sənin nə evə lazımdır Xanzada? Xanzadan evdə hoq qədər işi gücü var. Mal qaraya baxır, toyaq cücəyə baxır, ev eşiyi təmizləyir. Sən nə üçün nə soruşacaqsan məndən soruş da. Bildim, bizim izləyicilərimizə Xanzada maraqlıydı. Əşi, nə üçün sən Xanzadanı? Mən burdan deyəcəm izləyicilərə. Avala, Xanzadan nə üçün ha? Mən burada oturmuşam da. Nə soruşmaq istəyirsən, məndən soruş, mən evdə ona deyəcəm. Narahat olma. Yaxşıdır, əsəbləşmə, Dilafruz. Yaxşı, bəs Qaxda necədir havalar? Qaxda mən gələndə qar yağmaq istəyir. Ey, bir soyuqdur. Mən qana bilmirəm, amma mart ayı niyə həbl olubdu? Martda da qar yağır. Qışda da qar yağır. Ha, nə vaxt sinəcək? Sabah bir gün nədir onun adı? Novruz bayramı gəlir. Kosa necə gəlsin bu qar qiyamətin içində? Ən sevdiyiniz bayramlardan hansıdır? Novruz sevirsən? Mənim ən xoşuma gələn şeydir. Novruz bayramı yumurta doğuşdururlar. Mən həmişə orada uduzuyam amma. İndi mən hər şeyi başa düşdüm. Mən abra niyə çağırırsınız? Nə daha burada nə iş görürsünüz siz? Biz burada məşhur şəxsləri çağırırıq. Podkast. Nə üçün? Podkast. Podkastı? Hə. Podkast nədir? Radio verilişi də belə deyək. Ha, oturub ixtilaf eləyir. Hə, radio verilişinin efir versiyası. Abi işıq pulunuzu kim verib bəs? Biz veririk. Siz verirsiniz. Yəni mən abla yığışıbsınız abla, evdəkilər bilirmi balası abla bu işdə məşğul olan? Bilir. Pul para olur mu? Azdan kişidən. Olur. Allah bərəkət. Allah bərəkət. Amin, çox sağ ol. Xoşum gəldi. Yox, göçəcək yerdə. Göçəcək şey yox. İndi televizordan göstərəcəklər. Hə, televizor. Danışırsınız da məni televizorda göstərirlər, eləmi? Vay aman, televizora çıxacaq. Sizin xəbəriniz yoxdur, amma sizi hamı tanıyır, sevir. Vay. Hə. Televizora çıxacağam, eləmi? Bəli. Astagfirullah, bir hava qalmışdı. Mən onda Xanzadaya bir dənə deyim. İndi göstərirəm, indi baxsın yoxsa? Yox, bu sonra yayınlanacaq. Onda deyərəm baxsınlar. Deyərsən yaxşı. Mütləq deyərsiniz. O linki mi nədir onu göndərərsən? Linki mi deyirsən? Yaxşı, başla. Sizdə hansı telefondur? Məndə iPhone işlətiyəm. Mən elə belə olanda oğlama ki, buna kreditlə almışam 40 illıq. Daha nə vaxt qutaracam? Nə vaxt qutaracam bilmirəm. Öyrəniyəm təzə işləməyə, yavaş-yavaş da. Mən kimdən əşikəm ki? Heç kəs. Nə olub ki, gül kimi öyrənəm. Bəs yaxşı, sizdə qolda da saat var, telefonda da saat var. Hansının ən çox hansına baxayım? Buna baxayım. Bu da mənə pay veribdi dostlarım sağ olsunlar. Niyə də bunun adı? Casio. Belə götürsə Casio mu? Niyə də ondan götürəcək saat. Bəli. Siz axırıncı dəfə Zaqatalaya gəlmişdiniz. Mən sizi orada gördüm. Bəli, məni çağırırlar tez-tez. Yenə də deyəm abdan çağırmaq istəsələr problem yoxdur, çağırsınlar gələcəm. Xanzadaya 1-2-8 Bizim studiyada olaşı var. Bizim studiyada reklam edin də. Mənim gözüm üstə detonasiya bu. Detonasiya. Detonasiya. Yox, yaxşı şeydir bu detonasiya nədirsə, mənim xoşum gəldi. Məni bir adam bilib çağırıbsınız. Həqiqətən də yaxşı. Amma siz cığallıq ediniz. Mən sizi ikinizi çağırmışdım. Heç olmasa Dilfiruzu gətirərdiniz. Dilfiruz dərsdədir, dərs oxuyur. Xanzada da mal qaraya baxır. Biz ikimiz gəlsək pes o mal qaraya kim baxacaq? Acından qırlarlar. Biz onlara unuduq. Siz ailədə neçə nəfərsiniz? Mənəm, Xanzadadır, Dilfiruzdur. Bir də mənim atası ilə anası var. Bunlar indi biraz xəstə fason kimi. Qaynana ilə yola gedirsiniz, qaynana. Qaynana ilə mı? Elə də gediyəm, yaxşıdır pis olur. Orada pensiya kartını mənə verir, ala get oradan nə istəyən al, onda yaxşı oluyor. Pis olur, yaxşıdır. Məni çox istəyir. Məni hamı çox istəyir. Biz də sizi çox istəyirik. Yaxşı ki varsınız. Çox sağ ol. Təşəkkür edirəm dəvət üçün. Lazım olanda zəng elə mən gələcəm yenə, yaxşımı? Yaxşı. Ölməm. Sizi görmək xoş oldu. Təşəkkürlər. Çox sağ ol. Var ol. Mən gedə bilərəm mən? Buyurun. Avtobusa çatmalıyam. Sağ olun. Sağ olun. Çox sağ olun. Bizə sözünüz var başqa? Sizə uğurlar arzu edirəm. Sizin bu Detonasiya kanalına. Bizim izləyicilərimizə də bir. Mən istəyirəm ki, sizin izləyicilərinizə deyim, elə mənim də izləyicilərimə deyim ki, bu Detonasiyanı izləyin. Yaxşı işlər qoruyurlar.
rayonda da olsalar, cavanlar, gənclər yaxşı işlər görürlər. Podkast çəkirlər, nə bilim maraqlı videolar çəkirlər. Hələ qabaqda daha yaxşı layihələr var. Var. Ki o səhifələrə belə basırsın, elə follow edilər də. Ondan eləyin. Baxa durun da. Cəmaət sizdən ötəri çalışır. Niyə baxmırsınız? Mənim başım çıxmıyor. Baxın da. Vay aman. Yaxşı dedim ha. Əla dedim. Təşəkkür edirəm. Sağ olun. Mən də sizə təşəkkür edirəm. Sağ Sağ olun.